Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Gördüyünüz bu sual nümunəsi buraxılışa düşərmi, düşməzmi davasını etmədən belə bir şey deyim ki, bu sualın bir yolu da var ki, həmin yolla gedişatı olan bir kvadrat əllər çox rahat buraxılışda istifadə olunur. Ona görə sizdən ricam bu sualın bir həllini mən verirəm, digər buraxılışa düşmə ehtimalı olan yoluna siz cəhd etmiş olun. Nədir? Birinci yolu budur ki, verib ki, x kvadrat çıxılsın 2x çıxılsın 3 vurulsun modulda x çıxır 3 dəqiqəli 3 bərabərdir 0. Bütün müəllimlərin ağlına gəlir ki, bu ifadənin nə olduğunu bilmirəm. 0-dan böyük və ya kiçik olduğunu bilmirəm deyə şərt qəbul edirəm. X çıxılsın 1 böyükdür bərabərdir 0-dan. Bir də x çıxılsın 1 kiçikdir bərabərdir 0-dan. Hə, burada da kökləri cəmli istəyir. Kökləri cəmli istəyir. Şərt qəbul edim. X çıx 1 0-dan böyük bərabərdirsə müsbətdir. Müsbətdirsə olduğu kimi çıxır. Yəni modul bir dənə qorxuzan mənfi olmasıdır. Müsbətdirsə olduğu kimi yazıram mötərəzdə x çıx 1 üstəgəl 3 bərabərdir 0. Əgər yox, verilən şərt 0 bu ifadə 0-dan kiçik bərabər olarsa o zaman nə edəcəm? X kvadrat çıxılsın 2x çıxılsın 3. Bu ifadə mənfidirsə, mənfi ifadə modulundan çıxa bilməz olduğu kimi bir də mənfiyə vurub çıxardıram. Yəni yazıram nə? Mötərəzdə mənfiyə vurduğumuz zaman 1 çıxılsın x üstəgəl 3 olur bərabərdir 0. Bu təlliyi həll etdiyimiz zaman x kvadrat çıxılsın 3x çıxılsın 2x çıxılsın 2x mənfi 3-ü paylayıram çıx 3x üstəgəl 3 üstəgəl 3 bərabərdir 0. Buradan həll etdiyimiz zaman x kvadrat çıxılsın 5x bu ifadə üstəgəl 6 bərabərdir 0. Gəldik bunu açdığımız zaman x kvadrat çıxılsın 2x çıxılsın 3 bir də bunu da vurduğumuz zaman üstəgəl 3x üstəgəl 3. 3'lər getdi. Qaldı. X kvadrat mənfi 2x müsbət 3x oldu. Müsbət x. Başqa dəyişən yoxumdur. Heç bir ədəd yoxumdur deyə olduğu kimi bərabərdir 0. Bu belə. Gəldik. Bunun köklərini Viet teoremi ilə də cəm istəyir deyə tapa bilərəm. Ya da görməyin üstün x-a x bu mənfi 2-yə mənfi 3. Çarpaz vur topla ortanı verirsə x bərabərdir 2-yə. X bərabərdir 3-ə. x1, x2 deyək. Gəldik buradan x-i çölə çıxartdığımız zaman hasil sıfırdır deyə birinci köküm ya bu sıfır olmalıdır ya da bu sıfır olmalıdır. X bərabərdir mənfi 1. Köklərim oldu 2, 3, 0, mənfi 1. Bunların da cəmini hesablaya bilərsiniz. Olacaq 5, olacaq 4. Bu belə. İkinci yolunu sizdən artıq gözləyirəm yoldaşlar.